Salam aleykum. Demək, Zahir qardaş ilə iftar süfrəsinə gəlmişik. Allah Maşallah sizə- süfrədə gözəl nemətlər var. Evet. Qəşəng kebab kimi bir şeydir. Belə deyim, aşdır. Bu da nəsə göbələk supudur. Açığı nəfsim hamısını istədi. Vallahi istədi. Açığı bunu çox istədi nəfsim. Amma dedim nəfsim, bir də Sağ ol. dedim nəfsim, bax sən çətin günlərdən keçmisən. Yəni bunu yeməyəcəksən sən. Sən aş yeyəcəksən. Aşı keçdim. Düzdür, ikinci qab yeyirəm. Amma tək qidanı mən çox yeyirəm, tərəvəzlə. Bu da çaşırdır. Çox gözəldir. Bax belə. Yəni mənim qidalanmam belədir. Bəli, İnşallah ki, gələn səfər gələndə bundan yeyəcəm. bəli, bəli. Mən Roman qardaşa təklif elədim ki, Roman qardaş, Buyur, danış. keçkilən sağlam həyat tərzidə, ətlə, yəni kebabla, Zarın yediyi bax bu daha. Nə qədər bayaqdan Bəli, deyirəm bəli. ki, olmur da. bir dənəsilə də Roman deyir ki, maşallah da şey demiş, yəni, Soğan çörəyi yeyir bax. bəli, bəli, bax, Soğanla. sok da içmir. Yo, yo, yo. Məndən soruşur sokun ismi neyini sən sok istəsən, deyirəm ki, yeməklər sokla. O deyir ki, mən hardasa, nə qədər sonra Roman? 3 saat sonra. Yəni sok, zat, su heç Yox, nə. bunu yedimsə 3 saat sonra nəsə su və yaxud da ki, Yəni Bunu belə, qabaqla bu dəmləmək. sağlam həyat məsələsi yəni biraz ha. çətindir, amma səmərəlidir. Nəfsim. Nəfsim. Niyə görə? Həmən günlərim yadıma gəlir ki, mənim yaşlı anam gəlib mənə aciz baxırdı. Demək ki, mən həyat tərzimi düz sürmürdüm. Onu düzəltdim. Şükür Allaha, əladır. Çox sağ ol, Allah sənə can sağlığı versin. Amin. Allah səndən razı olsun, Versin. gözəl qardaşım. Sən Minnətdaram. qardaşsın, ürəksən. Çox sağ ol. Ümmətə fayda versin. Allah səndən razı olsun. Sən